9 manat daha bu krasovkalar, parça krasovkalar bax. Dünəndəndir bizə nə qədər zəkər ki, indi toptancılar və yaxud da nə bilim marketçilər ki, qardaş imkan var biraz onun qiymətini qaldırırız. Çünki hamı da 23 manatdır. Bir nəfər yazıb ki orada, qaqa ayağıma giyinsəm, bu rəngi sırası dəyişilməyəcək. Bax sənin kimi adamları loxlamaq çox asandır. Mən bunu internetdən qaldırım qoyum 23 manata. Elə qəşəng deyəcəksən, ay bu nə babaqda. Bu prosta say çoxdur deyə mən 9 manata qoyuram. Onu qardaşlar, hamı çox adam gözəl bilir ki, İlyasda baş döndü 50 manatlıq məhsulları qışın axırında mən 5 manata qoyan adamam. Ala, gəl apar, həmin o 23 manatlıqdandır da, bax 23-ə ən ucuz satan oğlanda var, məndə 9 manat. Biz də 9 manata qoyduq, siz də 1 manat qazancınız. Hələ bir bəziləri orada ağız burnu əyir. 1 manat qazanc qoysunlar. Bunu 20 manata da qoysam sushi sataram, amma mən prosta bilirəm ki, hə, bəsimdir də orada 20 köpük, 10 köpük qalır, bəsimdir. Bunun gəlin ekspresə. Siz də 10 manata satın. Ala bax 18 manata qoydum ayaqqabıları. Elə belə gələndə baxın. Baxın görüm 18 manata verən oğlu var bunu. Nə istəsən bizdə var, bax, rəminlər də var bizdə. Nə desəniz hamısı bizdə var.